Mən yumurta yeyə bilmirəm. Nə ilə əvəz eləyə bilərəm? Yumurtanı qozla əvəz eləyə bilərsiniz, zeytunla əvəz eləyə bilərsiniz, kəsmiklə əvəz eləyə bilərsiniz, pendirlə əvəz eləyə bilərsiniz. Görün nələrlə əvəz eləyə bilərsiniz və deyim ki, demək olar ki, identik bir geri dönüş alarsınız. Çünki kəsmiklə əvəz eləsəz, tərkibində bol miqdarda zülal var, çox gözəl bir formadadır. Yağlı kəsmiklə əvəz eləsəz, eyni ilə yağ da əlavə etmiş olursunuz həmin o zülalın üzərinə və yeyirsiniz. Pendirin tərkibində bol miqdarda zülal var, yağ var, qozdur, ondan sonra avokadodur, tərkibində doğrudan da sağlam yağlar var. Yəni bilirsiniz, bəzi insanlar hər hansı bir qida məhsulu haqqında danışanda mən deyir ki, şitaydə ilə acından ölək də. Amma əslində acından ölməyə ehtiyac yoxdur. Çox rəngarəng şükür Allaha ətrafımızda maraqlı məhsullar çoxdur, qida məhsulları və bir qida məhsulundan həyatını bağlamaq və həyatını sanki o qida məhsulu olmasa yaşaya bilməzsiniz kimi qələmə vermək düzgün deyil düşünürəm.